Bir çoxunuz cümlədə o və bu əvəzliklərindən sonra vergülün istifadəsində hələ də tərəddüd edirsinizsə, bu qaydanı birlikdə öyrənək. O və bu əvəzlikləri cümlədə kim nə suallarına cavab verərsə, özündən sonra vergül qoyulmalıdır. Məsələn, o dünən sən axtarırdı. Bu məclisdəkiləri heyran etmişdi. Gördüyünüz bu əvəzliklərdən sonra vergül qoyulmalıdır. Beləliklə, o və bu əvəzlikləri cümlədə mübtəda vəzifəsində çıxış edərsə, həmin əvəzliklərdən sonra vergül qoyulur. Bəs o və bu əvəzliklərindən sonra nə zaman vergüldən istifadə edilməyəcəkdir? Cümlədə o və bu əvəzlikləri hansı sualına cavab verərsə, həmin əvəzliklərdən sonra vergül qoyulmayacaqdır. Məsələn, o kitablar mağazaya göndərildi. Bu məclisdə onlar da iştirak edirdilər. Beləliklə, o və bu əvəzlikləri cümlədə hansı suala cavab verərək təyin vəzifəsində çıxış edərsə, bu zaman həmin əvəzliklərdən sonra vergüldən istifadə edilməyəcəkdir.